Bəs qan təzyiqi normal səviyyədən aşağı olarsa nə baş verir? Öncəki videolarda qan təzyiqinin nə olduğunu və yüksək olarsa nə baş verdiyini izah etdim. Bu videoda isə aşağı durumunu danışaq. Belə ki, ümumi götürülmüş standarta əsasən qan təzyiqinin normal həddi 120-nin 80 hesab olunur. Təbii ki, bu yaşa və insanın anatomiyasına bağlı olaraq müəyyən qədər dəyişkənlik göstərə bilər. Bəzi insanlarda isə 110-dan 70 artıq onların özünü çox yaxşı hiss etdikləri təzyiqdir. Və əgər təzyiq aşağı düşərsə nə baş verir? Dediyim kimi, ürək müəyyən təzyiqlə damarlara qan qovur. Bu qovulan damarlara qovulmuş qan bizim beynimizə gedir, bizim böyrəklərimizə gedir, ayaqlarımızın ucuna qədər bütün bədənimizə yayılır, özündəki oksigeni və qida maddələrini toxumalara çatdırır, mübadilə proseslərində önəmli rol oynayır. Əgər bizim ürəyimiz yetərli qədər təzyiqlə qanı orqanlara itələyə bilməzsə, bu zaman nə baş verir? Əvvəla bu zaman baş gicəllənmə, halsızlıq halları, ürək bulanma halı yarana bilər. Məhz bu beynə qanın az getməsi ilə əlaqədar olaraq. Uzun vədədə isə bu proses uzun müddət davam eləyərsə, beyin funksiyalarının pozulması nəticələnir. Təsəvvür edin ki, beyin qanı ən çox istifadə edən orqanlardan biridir və ona qan az gedib çatır. Nəticədə beyin hipoksimiyaya girir, yəni oksigeni yetəri qədər ala bilmir, qanda oksigen səviyyəsi düşür və beyin bunu ala bilmir və bu beynin funksiyanın pozulması insanın yaddaşından tutun da, İnsanın düşünmə qabiliyyətindən tutun da, bütün beyin funksiyalarında ləngimə, pozulmalara qədər gətirib çıxara bilər ki, bu da yenə uzun vədədə Alzheimer xəstəliyi dediyimiz durumla da müəyyən qədər əlaqəli ola bilər. Daha sonra böyrəklər. Böyrəklər qan təzyiqinin ümumiyyətlə regulyasiyasında, yəni tənzim olunmasında iştirak edən önəmli orqanlardan biridir. Özünün qan təzyiqi aşağı düşdükdə aktivə etdiyi bir sistem var ki, bu sistem sayəsində RAS adlandırdığımız bu sistem sayəsində qan təzyiqi yenidən yüksəlir. Amma böyrəklərə qan uzun müddət ərzində az gedərsə, bu da yenə böyrək funksiyasının və böyrək toxumasının strukturunun pozulmasına gətirib çıxarır ki, artıq böyrək, hətta bu durumlarda ani böyrək çatışma, kəskin böyrək çatışmazlığı yarana bilər və bu böyrəyin artıq sidiyi bədəndən ata bilməməsi deməkdir. Bu böyrəyin artıq bədəndən mübadilə prosesi nəticəsində yaranmış toksinləri ata bilməməsidir ki, bu da bir müddətdən sonra qana qarışanda beyin funksiyalarının zəifləməsindən tutun da digər orqanlarda, ürəkdə, böyrəyin özündə, qaraciyərdə müxtəlif mübadilə və funksional pozğunluqlara gətirib çıxara bilir. Yəni uzun sözün qısası, böyrəklər də qanı yetəri qədər almazsa, böyrək çatışmazlığı dediyimiz durum yarana bilər. Və ürəyin özü də təbii ki, uzun müddət qan təzyiqi aşağı olarsa, ürəyin də normal qidalanması, ürəyi qidalandıran damarların da qidalanması pozulur və bu da yenə infarkta qədər, ürək çatışmazlığına gətirəcəyi qədər problemlərə yol aça bilər uzun vədədə. Ona görə də nə ediriksə edək, qan təzyiqimizi əvvəla doğru tanıyaq, müəyyən kontrollar əsasında, müəyyən vaxtdan bir və ən əsası da qan təzyiqimizin normal səviyyəsində qalmasına xüsusilə diqqət yetirək, çünki təzyiqin yüksəlməsi də, azalması da ciddi fəsadlara gətirib çıxarır.